Salamlayırıq qardaşlarımızı, dostlarımızı, bizim kanalımızı və videolarımızı izləyən hər kəsi. Bir də ki, bu mövzuya, bu temaya marağı olanları hamısını salamlayırıq. Qardaşlarımız bizim. Bugün də trivojni çamadan üçün, ekstreni vəziyyətlər üçün nəzərdə tutulan, yəni boğçaya, həmin o trivojni çamadana, rüqzaka aid olan, həmin o nabora aid olan fənər bölməsi haqqında danışacağıq. İşıqlandırma haqqında. Bu naçnik tipli fanardır. Yəni gecə lampası tiplidir bu. Bunu palatkada qoymaq olar, kampda qoymaq olar bunu. Hardasa meşədə lager qurmusunuz, ortalıqda qoydunuz, işıqlandırdı hər yeri. Burada asılqanı da var bunun. Böyütmək, balacaldmaq olur bunu. Bu fanar, bu lampa, buna lampa deyək də, bu daha çox ətrafı işıqlandırır. Bir yerə uzaq məsafəyə işıq vurmur. Bunu lampa adlandıraq. Bu lampa Decathlon'un brendidir. Quechua adlanır. Quechua, belə yazılır. Quechua. Bunun ayaqqabıları var idi məndə. Onda hələ heç Decathlon açılmamışdı Bakıda. Bunu da səhv eləmirəmsə, Elçin bunu alıb, bu Elçinindir. Mən onu abzor üçün götürmüşəm. Video icmal eləmək üçün götürmüşəm. Bu Quechua markalı, bu da onlayndan, hansısa başqa marketplace-dən sifariş eləyib bunu. Deməli, burada Quechua Designed in French, Made in China. Yəni fransızlar tərəfindən dizayn olunub. Quechua özü də Fransanın brendidir. Amma istehsal China, Kitaydadır. Bunun deməli alt hissəsi tam olaraq rezindəndir. İndi daskanalni dəqiqliklə mən bu rezinin materialını da yazacağım. Bölmə var, soobщество, yəni zapislər bölməsi, yazılar, soobщество, qeydlər bölməsi YouTube-da var. Orada mən bunun şəkillərini ətraflı hamısını çəkib paylaşacağım. Yaxşı avtofokus olan kamera ilə. Bunu indi action kameraya çəkirəm. Ümumi burada icmaldır, söhbət eləyirik. Və bunun ölçülərini, işığının gücünü, materialları, məsələn burada plastikdir, burada rezindir. Bunların öz materialları var, adları var. Onları daskanallə hamısı çəkisini, boş çəkisini, batareya ilə bir yerdə olan çəkisini hamısını orada qeyd eləyəcəm. Gəlin buna baxaq. Deməli, bu belə açılır, böyütmək olur bunu. Bunu açmaq üçün. Palatkada ortadan asırsan, yuxarıdan və yaxud yandan. Və yaxud belə qoyursan, yana ki, işığı belə saçır. Və bunu açağın, baxağın, görəyin. Bu tam olaraq buradan açaq bunu. Alkalaynovu batareyalardır. Bu uca Decathlon'un öz batareyasıdır üstündə. Bunu da səhv eləmirəmsə, hardasa 2 il olar Elçindədir. Bu Elçin alıb. Onu da o vaxt Elçinə deyirdim, Elçin fanar alına. Palatka zat da almışdıq hələ. Elçin almışdı. Fanar, o vaxtdan o da həvəsə gəlmişdi. Bu da çox kömək eləyib. Evdə retki düzdür, işıq sönür indilərdə. Əvvəllər çox sönürdü. İşıq söndü, yandırdın. Bir də işıq məsələsinə gələndə Polnomaştablı blackout haqqında danışırlar. Dünyanın bütün ölkələrində bu söhbət gedir indi. Güya ki, nə vaxtsa nəsə olacaq, enerji çatmayacaq, işıqlar sönə bilər, ümumiyyətlə bir neçə gün olmaya bilər. Nəsə polnomaştablı blackouta hazırlaşanlar da var. O da hələ belə deyək də trivojni çamadanın içinə, yəni trivojni çamadan mövzusuna aid olan bir mövzudur. Deməli, burada 3 batareya var. 2 A tipli, 1.5 voltluq batareyalardır. Burada düyməsi buradadır. İndi mən çalışacağım onu həmin yerə, həmin o düymə olan yerə keçirdim ki, eyni gəlsin. Bax belə. Bunlar belə keçir hamısı. Burada da xət var. Bu xətə keçir bu rezinlər burada olan yerə. Və qoymur ki, içinə su düşsün bunu. Tam olaraq bağlayır hər tərəfdən bunu. Gəlin bunu baxaq. Necə yanır. Tabi. Çox gözəl, qəşəng işığı var bunun. Yəni stolun üstünə qoysan, belə deyək də, hardasa 3-ün 5-ə, 5-in 5-ə olan otağı
pis yaxşı, zəif, güclü, yəni tam olaraq hər şeyi görmək olur. Yerdə qoysan ortalıqda bu məsafəyə, yəni ümumilikdə 5 metrə ətrafı işıqlandıra bilər. Yəni gəzə bilərsən, görə bilərsən, yəni meşədəsənsə, qaranlıq bir yerdəsənsə işıqlandırır. Yəni bir otağı işıqlandırır. Hətta mən maraq üçün işığı da söndürüm. Belə indi buralar beləsinə işıqlandırır. Yəni patologdur, divarlar da hamısı görünür normal. Tak. İndi bunu neçə ildir, 2 ildir Elçindədir bu. Burada bir dənə deyir belə bir problem olub. Bunu basanda deyir sönmür hərdən. Amma mən basıram ki, baxıram sönür. Mənə yanımda da göstərdi, dedi ki, hərdən olur ki sönmür. Mən də onu fikirləşirəm, bəlkə bu rezini açıb bağlayıb batareyanı qoyanda. Orada knopka düz oturmayıb burada. 50 dəfə yoxlayıram, yanır, sönür. Все. Bu videomuzda bu fanar haqqında danışdıq. Bunun modeli, daskanalına bütün hamısını da, bütün xarakteristikaları hamısını yazacağım. Hələ bir kası da qalmışdı üstündə. Ona bax, burada maqnitli bir kadır. İdeal vəziyyətdə bu da tam lazımlı bir şeydir. Həm evdə, həm trevojный rüqzakda, həm kimsə kempinqə gedirsə, turizmlə məşğuldursa, uzaq məsafələrə maşınla səyahət edirsə, maşına da atmaq olar. 2 dənə qoyduğun, 3 dənə almaq olar, 2 dənə olmaq olar. Bunun qiyməti haqqında, hər şey haqqında soobщество bölməsində qeydlər bölməsi var YouTube-da. Ora keçin, baxın, orada şəkilləri atıram. Qəşəng makrosyomka edirəm şəkilləri. Bunun özdə yadıma gəlir, mən bunu bir dəfə video icmal eləmişdim, o videonu pozdum sonra. Hələ bu fanarı korobkadan açmışdıq, təptəzə, heç işlənməmişdi. 2 il olar bundan qabaq. Bugünlük bu qədər. Nə sualınız var yazın. Kimin maraqlıdır bu mövzu, o mövzu haqqında suallar yazın. Ya öz fikirləriniz var yazın. Söhbət eləyək həmin o community bölməsində, şəkillər bölməsində və yaxud videonun altında, fərqi yoxdur. Və digər fanarları, digər aksesuarların da sılkalarını bu videonun altında, alt yazıda qeyd edəcəm ki, kimə maraqlıdırsa o sılkalara da keçib baxsın. Yəni kömək məqsədi ilə, sizə maraqlıdırsa, nəsə almaq istəyirsinizsə, bu tipdə hansı funksiyalar var, necədir? Belə, burada da bir dənə funksiya idi, standart bir dənə yanır, sönür. Yəni bu maksimum dostupnu da, maksimum rahat, maksimum əlverişli olmaq üçün knopkanı bastın, yandı, bastın, söndü. Orada əlavə menyular, rejimlər axtarmamaq üçün çox rahat bir şeydir. Yəni ekstreni vəziyyətdə onsuz da bizə bu lazım olacaq. Başqa orada əlavə fişkalar axtarmağa heç nə vaxt olacaq, nə heç özümüzün ona heç marağımız olacaq. Əsas olsun, işıq olsun. Reski bir dənə işıq lazımdır olsun və uzun müddət yansın. Ekonomiya ilə uzun müddət yansın, istifadə edə biləsiniz. Bugünlük bu qədər. Nə sualınız varsa yaza bilərsiniz.